gələn imtahanlarda vəziyyət daha pis olacaq. Yenə imtahan, yenə mübahisə. Elm və Təhsil Nazirliyinin keçirdiyi bu ilki sertifikasiya imtahanları da mübahisəsiz ötüşmədi. Belə ki, texnologiya və tarix fənləri üzrə qoyulan suallar ciddi narazılıq doğurmaqdadır və ekspertlər də bu məsələdə Nazirliyin səhvə yol verdiyini deyirlər. Əvvəla onu bildirək ki, keçən ildə fənlər üzrə çətinlik dərəcəsinin eyni olmadığı və xüsusən də kimya fənnində riyazi hesablamalara normadan çox yer verildiyi deyilmişdi. Hansı ki, sonradan açıqlanan statistik göstəricilər də kimya fənnində ədalətsizliyə yol verdiyini açıq göstərirdi. Və indi bir il sonra yenə də eyni hal yaşamaqdadır. 24 iyunda keçirilən tarix sertifikasiyası ilə bağlı müəllimlər imtahanın əzbərçilik əsaslı olduğunu deyirlər. Üstəlik də yanlış cavabların doğru kimi götürüldüyünü mütəxəssislər də təsdiqləyirlər. Məsələn, peşəkar müəllim Rəsul Mirzəyev öz YouTube kanalında Nazirliyin etdiyi səhvləri detallı şəkildə izah edib. O, konkret 2 sualın cavabının səhv olduğunu sübut edib. Digər tarix müəllimi Samir Bəşirli haqlı etirazla bağlı sona qədər gedəcəklərini deyir və onlarca müəllimlə birlikdə artıq bir çox rəsmi qurumlara müraciət edildiyini və görüşlərin keçirildiyini paylaşıb. Problemlə bağlı fikirlərini bölüşən Təhsil Araşdırmaları Mərkəzinin eksperti Emin Mirzəli, Nazirliyin artıq neçənci dəfədir ki, imtahan keçirə bilmədiyini və müəllimlərin haqqına girdiyini deyir. Sitat: Tarix və texnologiya fənləri üzrə yaşanılan biabırçılıq əslində gözlənilməz deyildi. Keçən il kimya müəllimlərinin soyqırımından sonra hər il ən azı bir fən üzrə qırğınların olacağı bəlli idi. Sadə misal, necə ola bilər ki, yüksək bal toplayanların faizi bir fəndən 50 civarında olsun, digər fəndən isə cəmi 14%. 4 dəfəyə yaxın fərq onu göstərir ki, ədalətsizlik baş verib. Bəs ədalətsiz imtahanla bağlı hansısa düzəliş ola bilərmi? Sualına cavabda Emin bəy dedi ki, daha öncəki illərdə Nazirlik MİQ imtahanını etirazlardan sonra yenidən keçirməli olmuşdu. Lakin keçən il kimya müəllimlərinin mütəşəkkil bir mövqeyi olmadığı üçün Nazirlik problemin üstünü örtə bildi. Həmçinin hazırda da tarix müəllimləri güclü, vahid bir mövqe ortaya qoymayıblar. Odur ki, ədalətin bərpa olunacağını qətiyyən gözləmirəm. Gələn imtahanlarda vəziyyət daha pis olacaq. Ekspert sözlərini davam etdirib. Gələn illər üçün daha böyük ədalətsizliklərin olmasını qaçılmaz hesab edirəm. Xüsusən də sayları çox olan ibtidai sinif, hətta riyaziyyat müəllimlərinə də sıranın mütləq gələcəyini düşünürəm. O qədər əminəm ki, bu baş verməsə ekspertlikdən hətta istefa verərəm. Bəs məqsəd nədir sualına cavabda niyyətin digər dövlət qurumlarında olduğu kimi kütləvi ixtisar və büdcəyə qənaət olduğunu bildirib. Sitat: Nazir dedi ki, tam ştatlı model üzrə cəmi 20.000 müəllim nəzərdə tutmuşuq. Hansı ki, bu da ümumi müəllimlərin təxmini 20%-dən də az bir qismidir. Bu bir siqnaldır və qalan 80% müəllim öz başının çarəsinə baxsın anlamına gəlir. Deməli, son nəticə budur. Ən az 51-dən aşağı toplayan müəllimlərin zamanla təhsildən uzaqlaşdırılmasını müşahidə edəcəyik. Sadəcə olaraq bu hansı tempdə və hansı zaman intervalında olacaq, bunu bilmirik.